Doktorlar etiraz edirlər qeyri-qanuni ixtisarlara. Xəbər doktoru hansı rayondan gəlmişsiniz? Yevlax rayonundan gəlmişəm bugün. Bura gəlməkdə məqsədimiz doktorları göstərməkdir. Ona görə də burada en sayda həkimlərimiz yığışır. Biz hörmətli prezidentimizdən, millət vəkillərimizdən, vitse-prezidentimiz Mehriban xanımına kömək ediyoruz. Bizim ixtisarlarda son qoyulsunlar. Bizim səsimizə səs bizi eşitdirlər. Medianı çağırmışıq bugün bura. Gələn yoxdur. Qudar qurban olur. Onlara da təsir edir. Onlar da gəlir. Biz neynəməliyik? Heç bir yerdə işləmirik. Bugündən sonra biz harada işləməliyik? Necə işləməliyik? Biz öz işimizə bağlı olmazsın. Ve hesaplarımızı ben şahsen 34 gündeyim. Zakalanın diş paylarımızı yaşadım. Sizdən nəsə verir təbii bugündən qədər? Hər hansı bir material veriblər? Hiçbir material verilmiyor. Kendi teçhizat verilmiyor. Siz özünüz almışsınız material. Şahsi hesaplarımız. Ve bu kadar binler üzerinden eziyet çekmemizden bize bu uşaklık değil. Siz sağ olun. Ne kadar ne kadar düzgündür. Yani 500 manat maaş bu kadar çetin bir vesayet hekimlerin bilesiniz. Məncə ən yaxşısı olardı ki, sığortaya keçirilsin və Bizim rayonun 130 bin əhalisi var. Neçədən Biz tam? endemik zonlayıq. Və bizim bunların da 90% çıxarırlar. əlbəttə ki, 3 nəfər həkim saxlayırlar. Buna qədər düzgündür. İnkişaf etmiş ölkələrdə, Avropada, digər ölkələrdə məsələn, hər olunursa, 8 həkim minimum nəzərdə tutulur. Amma bizdə Biz yani biz Bizimizden kömək istəyirik. Biz koronada müharibə dövrü. İslamabad olurlar, digər həkimlərlə çiğ-çiğində işlədik. Mənim haksızlığına uğramışıq. Biz belə düşünürük. Bəli.